Bugün Əsədov Murad Rüstəmoğlu'nun şəhid olduğu gündür. Qəhrəman şəhidimiz. Ruhu şad olsun. Birazdan qəbir ziyarətinə gedəcəyik. Allah ruhun şad eləsin, ehsan süfrəti təşkil ediblər. Allah ruhun şad eləsin. Şəhid ailələri, şəhid analar, ataları, rayonumuzun baş axındı, kənd cəmaatı, şəhidimizin təhsil aldığı məktəbin müəllim kollektivi tədbirdə iştirak edirlər. Kime tapsırdın ay bana. Sen bilmirdin benim arkamdırım yok ay Murat. Gelmedi benim sana kurban bana. Gel yakın gel. Sen Hendim kendim. Ne şimdi senin yolunu gözlüyorum ay Murat. يعلمون ألم نجعل الأرض مهادا والجبال أوتادا وخلقناكم أزواجا وجعلنا نومكم سباتا وجعلنا الليل لباسا وجعلنا النهار معاشا وبنينا فوقكم سبعا شدادا Qəhrəman şəhidimizin atası. Allah səbrini versin. Allah cümlə şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr versin. Allah Murad balamıza rəhmət eləsin. Yeri cənnət olsun. Muradın timsalında cəm şəhidlərimizin yeri cənnət olsun. Ruhları şad olsun. Gün ziyarətində Murad balamız. amin inşallah. Bu günləri Şəhid Muradın 5-ci il dönümüdür. Ziyarətinə gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin. Rüstəm qardaşa Ceylan bacıya səbr versin. Amin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məşəllər cənnət olsun. Amin inşallah. Bugün evladımızın Murad'ın il dönümüdür, 5-ci il dönümüdür. Gelmiş onu ziyaret edəyək, atasına, anasına səbir diləyək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirlərinə yolda. Amin inşallah. Allah şəhidlərimizə ruhunu şad eləsin. Amin inşallah. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə rəhmət eləsin. Allah Teala nə qədər ordumuz varsa onları qorusun. Ordumuz da bizim dayağımız. Amin inşallah. Şəhidlərin ziyarət etsin. Amin inşallah. Buyur Səməd atan.
Allah şəhidimizə rəhmət eləsin, məqamı ucu olsun. Atasına, anasına başsağlığı verir. Qəbri nurla dolsun. Məkanı cənnət olsun inşallah. Sağ ol. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün də Murad qardaşımızın 5-ci il dönümüdür. Ziyarətə gəlmişik. Şəhid ailələrini yığışıb, kənd cəmaatı sağ olsunlar. Ki, bu gün Rüstəm tək qorunmalar. Sağ ol. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamıca məlumdur ki, bu günləri Rüstəm qardaşının oğlu Muradın 5-ci il dönümü günüdür. Ona görə də şəhid ailələrlə bərabər kənd cəmaatı da bura yığışıb, onu ziyarət üçün hər birinə təşəkkür edirəm ki, bugünkü gün onlar hamısı burada top halda çıxış edirlər və hərəkət edirlər, nə bilim, lazımi sözlərini deyirlər. Allah köməyiniz olsun. Allah rəhmət eləsin. Allah Murada rəhmət eləsin. O cümlədən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin inşallah. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bugünkü gündə Murad balamızın 5-ci il dönümüdür. Şəhidlərimiz torpaq vətən uğrunda getdilər ki, bizlər yaşayaq. Gələcək nəsilimiz yaşasın. Allah yerlərini cənnət eləsin, valideynlərinə yaxın ona səvr versin. Sizlər də çox sağlıqlı deyəlim. Amin inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Murad balamıza da rəhmət eləsin. Allah Rüstəmə, Ceyran bacıya səbir versin. Amin inşallah. Allah bütün atalara, analara səbir versin. Amin inşallah. Buyur Kömək. Allah Murad balamıza rəhmət eləsin. Bu gün 5-ci il dönümüdür ona yığışmışıq. Allah atasına, anasına səbir versin. Amin inşallah. Allah Murad balamıza rəhmət eləsin. O cümlədən bütün şəhidlərimizin hamısına rəhmət eləsin. Yerləri cənnət məkanı olsun. Allah Teala'dan arzumuza gibi bir daha Azərbaycan xalqına müharibə qismət eləməsin. Amin inşallah. Allah cəm şəhidlərimizə ruhunu şad eləsin. Allah Murad şəhidimizin də Amin inşallah. günləri il dönümünə gəlmişik. Allah'ın da ruhunu şad eləsin. Bütün şəhidlərimizə bir yerdə. Allah bütün şəhid ailələrinə səbir versin. Amin inşallah. Şəhidimizin əmsi. Bütün şəhidlərimizə. Amin inşallah. Allah bu günlərin rəhmət eləsin Rüstəmin oğlu Murada. O vətən uğrunda şəhid olub. Bütün o şəhidlərimizi biz göz bəbəyi kimi onları ruhun qorumalıyıq, qəbirlərin daimi ziyarət eləməliyik. Allah Rüstəmə də səbir versin, ona dözüm versin, bu çətin məqamda onu dözə bilsin. Amin inşallah. Allah sizin də köməyiniz olsun ki, gəlib tək qoymadınız. Aleyküm salam, aleyküm salam. Həmişə ustaqsın. Sağ olmuşsun. Yaxşı olasın. Nasıl atalar danışıbdı, siz də bir kəlmə bugünkü günlə bağlı. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Valideynlərinə səbir versin. Allah Teala bir daha bu bizim millətə müharibə göstərməsin. Allah dövlətimizi qorusun. Bayrağımız Allah'a şükür ki, dövlətlər bayrağının cərgəsindədir. Allah prezidentimizi qorusun. Çiçəkləyən Azərbaycan arzu edirəm ki, bundan da gözəl daha çiçəklənsin. Amin inşallah. Amin inşallah. Allah təğnənəni səbir versin. Ceylan geber koy. Rüstem kardeşim. Gəlmə. Gəbər anasını. Olmayan bacı gözlərini sağa qurban ayım. Hadi Ali. Rüstem'i çekek abi. Allah rəhmət eləsin. Can. Ana Allah səbir versin. آمين يا أرحم الراحمين صلى الله نبينا محمد وآله الطاهرين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات
وإلى روح المرحوم المغفور المعلوم بحق نبينا وبالفاتحة. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الرحمن الرحيم. إياك نعبد وإياك نستعين. Bismillah. Allah sizin hamınıza sabır versin. Amin. Allah qazilərimizə, veteranlarımıza şəfa versin. Ordumuzu, əskərimizi, zabitimizi həmişə qalib edəsin. Allah dövlətimizin qüdrətini günü-gündən çoxalsın. Dövlət rəhbərinin, Azərbaycanın rifahı üçün, inkişafı üçün, gələcəyi üçün apardığı siyasətində yardımcısı olsun. Həmişə bu üçrəhli bayrağımız ucalarda dalğalansın. Şəhidlərimizin ruhu Azərbaycanımızı qorusun. Şəhidlərimizin ruhu siz valideynləri, siz dəyərli insanları qorusun. Amin inşallah. Allah sizə səbir versin. Allah köməksin, ranımızın başaqındır. Hadi çox sağ ol. Allah paranı rəhmət eylesin. Allah şəhidlərimizə rəhmət eylesin. Albatta orada da böyüyen birin koydu oldu. Buyur müəllim. Bugün rayonumuzun iki şəhidimizin anım gününe toplaşmışıq. Onlardan biri Murat balamızdır ki, evin tək oğluydu. O da Azərbaycan qanında olmaq şərtiyle öz vətənpərvərliyini göstərməklə hərbi xidmət başa vurmuşdu təbii ki və yenidən çağrışlı kimi vətənə xidmətə yola salıb, vətəni qorumağa yola salıb və öz qəhrəmanlığı ilə şəhidlik nizbətinə ucalmışdır. Biz atanın yanındayıq, ata ilə təsəlli versək belə, təbii ki o tək oğlu nə olduğunu bilirik, çətinliyi də bilirik, amma bütün hisslərimizlə, bütün qürurumuzla biz bir yerdə qürurlanırıq. Biz şəhidlərlə hörmət olaraq şəhid ailəsi və şəhidlərimizin həmişə yanında varıq. Allah şəhidimizə rəhmət eləsin, valideynlərinə səbir versin. Və bir şəhidimiz də digər Tapdığov Azad oldu ki, bu mərasimdən sonra da biz çalışacağıq, burada iştirak edək, atıya qayğı göstərək, atanın yanında olaq. Allah şəhidlərinə Allah köməyiniz olsun. Mən də üzrü şərəflərdən orada gedib iştirak edə bilməyəcəm. Sən də Allah gözəl iştirak edəsin, gözəl insansan, gözəl yoldaşsan və vətənpərvər bir oğulsan. Sağ ol, var ol. Allah Tapdığov Azad Adaroğlu'nun da ruhunu şad eləsin. Bugün onun da Afşar kəndində anım günüdür. Atasına, anasına səbir versin. Biraz önce çəkilişdə biz rəhmət dilədik Tapdığov Azad Azəroğlu'nun. Bu atanın ürəyinə bax ki, öz məclisi ola burada iştirak etməyi özünə boş bilibdir, gəlib. Allah razı olsun səndən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah köməyində dursun qardaş. Günlərim Murat balamızın, Azad balamızın bugün 5 illik dönümüdür. Allah atalara, analara səbir versin qardaş. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah səni çox sağ ol. Balamın da ruhunu şad eləsin. Sağ ol qardaş. Allah razı olsun. Bugünkü tədbirdə iştirak etmək üçün Beyləqan rayonundan şəhid atası Balacayev, Qəribin atası Nəsib kişi, anası buradadır. 2 şəhid anası Minarə anamız buradadır. Allah hamısının ruhunu şad eləsin. Çox sağ olun, bugünkü gündə gəlmişsiniz. Buyurun. Amin. Bugün biz Murat balamızın il dönümünə gəlmişik. İstədik ki, biz də Rüstəm qardaşın dərdinə şərik olaq, onun yanında olaq. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin, məqamını uca eləsin. Allah sizləri də var eləsin ki, daimi şəhidlərimizi işıqlandırırsınız, unutmağa qoymursunuz. Çox sağ olun. Buyurun. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Ceyran bacıma da, qardaşıma da Allah səbir dözüm. Amin inşallah. Buyurun. Mən də Beyləqan rayonu Kəbirli kəndindən 20 gün içində şəhid olan 2 qardaşlar Kərbəlayı Elnurun İbrahimin anasıyam. Bugün Murat balamızın il dönümüdür. Allah şəhadəti mübarək eləsin. Atasına, anasına da səbir versin, əzizlərinə səbir versin. Allah cəm şəhid analarına səbir versin. Yaxın qohumumuz, dəyərlimiz Kəbirli kəndindən bu günləri İsmail qardaşımızın balasının da bugün anım günüdür. Mən zəng edib başsağlığı verəcəm. Ürəyimiz oradadır, gələ bilmirik. Rüstəmov Elnur İsmailoğlu'nun Allah hamısının bugün Allah hamısının ruhunu şad eləsin. Çox sağ olun. Elnur'un sonra Müzəffərin bir də 2 şəhid. Bir qazi qardaşıdır, 2 şəhid. Allah ruhlarını hamısının ruhunu şad eləsin. Gələ bilmədi İsmail qardaş. Allah Salatın bacı üzrü hesab eləyin. Allah ruhunu şad eləsin. Amin inşallah. Amin. Buyurun, buyurun.